millət vəkili seçilsəm, yaxşı yaşayacaqsınız, yüksək maaş alacaqsınız, heç bir probleminiz olmayacaq. Bunları bildiği hamısı nisye söhbətdir. Nəğlə var bay yerində. Nağda beşliğim var, gel otur sen. Valla. Şu. Sonra, Vüqar müəllim, biz sizi niyə seçək? az o yanındaki əmdilə bax. Onu niyə seçmirsən? Əşi nə bilim seçdim də. Gördün indi. Mən də seç geçsin də. Qardaş, sən bu ölkə üçün nə eləmsən? Ay, bir dön gör. Danışmaya Nə deyir? Ağzını danışırım. Sən mənə cəmiyyət səni uzatana çıxar. Ay içimsən sən. Dedim də içimsənsən. Paç o da nəsin? Siz qanunsuz yollarla mənimsədiyiniz pullarla özünüzə o qədər malikanələr, evlər almışsınız. Baxın, hamısının bütün sübutla sənədlər hamısı buradadır. Vay, mən neçə vaxtı bu sənədləri axtarıram, ha kişinin olur. Vecunum da. Mən Xəqani Feyzullayev. Nə xəqani? Sənə ham məhlədə dıbış deməyir. Nə bassın cəmatı?